Qızlar, gəlmişəm bu gün Mədinə xanımın yanına. Çox gözəl əl işləri var, həqiqətən. O, mən salona gələndə, başqa adamı bəzəyəndə mən ona həsədəm, qıraqdan baxıram. Əllərini belə bilir. Elə bil ki, zərgərdir. İnsan əl işi, bacarığı başqa bir şeydir. Yəni deyir ki, hər adam yəni usta adını ala bilməz. O məsəl var ya, deyir ki, ham atasının gözünü çıxardır Koroğlu, ola bilməz. Mədinə xanım həqiqətən. Bir dənə Gəncədə başqa saç ustasına getmişəm, o xoşuma gəlir. Bakıda da Mədinə xanımın əl işi, həmişə gəlirəm. Adil xanım məni obrazını dəyişir, Mədinə xanım da saçımı dəyişir. Bə, qaşımı da düzəldəcək. Nəncər yamaz. Bu da hazır. Mədinə xanımı gör, əlli ayolu bu qız saçı belə-belə fenləyəndə. Baxıram, fikir verirəm, əlləri elə bil ki, belə-belə. Nə deyim valla? Yəni, əlləri qızıldandır. Allah canı sağlıq versin, ay Mədinə. Çox sağ olun, həmişə gözəl. Maşallah, maşallah, nəxcə gözəl oldum. Keçən dəfə də belə danışmışdım, nəxcə gözəl oldum, ay Allah. Necə də gözəl oldum.